Hər kəsin içərisində Əliyə oxşamaq arzusu var. İstər müsəlman olsun, istər qeyri-müsəlman. İstər yaxşı adam olsun, istər pis adam olsun. Fərq eləməz. Hər insan içərisində İmam Əli əleyhissalama oxşamaq istəyir. Bir dənə adi bir misal çəkim bu məsələ ilə bağlı. Bir nəfər oturur kinoya baxır, film izləyir. Filmin qəhrəmanında yaxşı xüsusiyyətlər var. Amma onu izləyən adam var, o xüsusiyyətlərin tam əksi ondadır. Bütün bunlara rəğmən, bunlara baxmayaraq, yenə də o adam filmin qəhrəmanını izləyir, ona tərəfdir. İçərisində onu alqışlayır. Halbuki onda olan xüsusiyyətlər heç bunda yoxdur. Demək, insanın fitrətində yaxşı olmaq arzusu var. Yenə deyirəm, millətindən, ümmətindən asılı olmayaraq, hər kəsin içərisində yaxşı olmaq istedadı var. Əli əleyhissalamsa yaxşıların nümunəsidir. Əgər diqqət eləsək, Allah Teala dünyanı yaradanda hələ heç Adəm yerə gəlməmişdən dünyanın hər dəmdəsgahını düzəlmişdi. Necə ki, bir cavan uşaqları ata-ana evləndirəndə cehiz alar qoşar ona ki, yeni ailə əziyyət çəkməsin, bütün xırdalıqlarını icra eləyər olarsın. Eynən də Allah bu dünyanı Adəm və Həvvaya cehiz verdi. İnsan dünyaya gəlməmişdən əvvəl onun bütün əzalarını ana bətnində verdi ona ki, dünyada əziyyət çəkməsin. Bu maddi tərəfidir. Allah bu maddi tərəfi belə elədi. Mənəvi tərəfi üçünsə cehiz hazırlandı, hüccətlərin hamısı. Və ələl-xüsusda Əhl-i Beyt. Əgər biz diqqət eləsək, bugün Əli əleyhissalamla bağlı məclis olduğuna görə, yəni mövzunu onun üstündə qururam. Əlbəttə ki, bir şeirimiz də var tezə, onu da deyəcəyəm. Ancaq hələ şeirə çatana qədər, bu qədər səsin küyün, hayın küyün, bu aurasını dağıtmaq üçün lazımdır biraz mollalıq eləmək. Əgər diqqət eləsək, indi Əli əleyhissalamı Allah Teala yer üzünə istəyir hüccət eləsin. Bu uşaqdır dünyaya gəlib. Hələ ki hüccət deyir ki, hələ ki bunu heç kəs tanımır. Heç peyğəmbərə peyğəmbərlik verilməyib, peyğəmbər məbus olmayıb. Əli əleyhissalam hələ uşaqdır. Diqqəti cəlb eləmək üçün Allah onu Kəbədə dünyaya getirir. Əvvəl Allah hələ eləyir ki, Kəbə Əlini müşərrəf eləyir, şərəfləndirir. Allah hələ eləyir ki, Kəbə Əlini muarrəf eləyir, tanıtdırır. Bu körpə uşağı. Özü də bir məsələ var. Adama deyərlər ki, Fatimə binti Əsəd hələ qapıdan girəydi də, qapıdan niyə girmədi, divar aralandı. Allah bütün külli bəşərə bildirir ki, o öz başına olsaydı qapıdan girməzdi. Divar aralandı, yəni Kəbə onu çağırdı içəri. Nəinki bu özü getdi, girdi Kəbəyə. Qapıdan girsəydi, özü gedib girmiş olardı. Hər şeydə bir məntiq var. Divar aralandı, girdi, bu o demək deyil ki, ya Fatimə binti Əsəd özü ürəyi istədi, getdi, girdi ora. Yox, divar açıldı, Kəbə çağırdı onu. Bu şərtdir. Əvvəl onu Kəbə tanıtdırdı. Sonra o elə bir kişi oldu ki, o başladı Kəbəni tanıtdırmağa. Onun ayağı dəyən yer oldu ibadətgah. Onun özü döndü oldu bir dənə Kəbə. Seyyid rəhmətli Seyyid Əzim deyir ki, qiblədən dönnəm, Əliyyəl Mürtəzadan dönmərəm. Xəstə olarsan, üzü qibləyə yana bilməzsən, harada qoyarlar orada qalıb namazı qılarsan. Xam yerə düşərsən, qibləni tanımazsan, 4 yerə qiblədən döndün də 4 dənə yerə qılarsan. Amma Əli vilayətindən bir saniyə insan çıxsa möminlik əldən gedir. Ona görə deyir, qiblədən dönnəm, Əliyyəl Mürtəzadan dönmərəm. Bu birinci bildirişi idi. Allahın birinci bildirişi o idi cəmaata, bəşəriyyətə ki, baxın ha, görün kim gəldi. Kimin gəlməyinə baxın.
Gözünü kimə açdı ilk dəfə Peyğəmbərə? Bu da ikinci bildiriş. Peyğəmbərə ilk iman kim getirdi? O. Ay balam, büt sındırmağa nə var? Kimin əlinə bütü versin, vurar yerə sındırar da. O da qolu zorlu kişilər var idi büt sındırmağa. Məhz Peyğəmbər Əliyə dedi ki, gəl çıx çiynimə, çıx o bütü sındır günə. Mənim çiynimə çıxmağa sən layiqsən. Səndən başqa ikinci adam yoxdur ki, ayağının altında Peyğəmbər olsun, başının üstündə Allah. İkinci bir adam yoxdur. Ona görə gəl mənim çiynimə çıx ki, o bütləri salsındır günə. Yoxsa büt sındırma, o da adam var idi ki, belə çətin şeydir büt sındırma. Bu adamın dünyaya gəlməyi Kəbədə, Beytullahda, məsciddə, yaşadığı həyat tərzi, hara ayağın qoydu, ora müqəddəs yerə döndü. Nə qədər əli ayaqları var? Əlinin ayağı dəyən yer müqəddəsləşib. Dünyasını dəyişən yerdə müqəddəs yer. Mehrabda. Mehrab sözü. Məsciddə o əyri bir şey olur ha. Qibləni bildirir ha. Ona mehrab deyərlər. Mehrab hərb sözündəndir. Müharibə sözündəndir. Yəni mömin ki namaz qılanda üzünü mehraba tutur, şeytanla hərb elan eləyir. Şeytana müharibə elan eləyir. Həmən şeytan namərdlik elədi, arxadan vurdu Əli əleyhissalamı. Bir adamın ki beşiyi Kəbə ola, Allah qoyar onun izzəti əldən geçsin. O bədbaxt onu vurmaqla özü də bilmədi, özü də anlamadı ki, onu nə qədər ucaltdı. İnni fuslu fovzan azimə, böyük bir əzəmətli qələbə çaldım dedi. Bütün bu gedişatlara baxa-baxa görürsən ki, Təthir ayəsi Əhl-i Beyt üçün gəlib ki, biz onları pak qərar verdik. İbtihal ayəsi deyərlər, mübahilə ayəsinə ibtihal ayəsi deyərlər də bilirsiniz. Allah deyir ki, çağır. Əbnana, əbnaikum. Siz oğlanlarınızı, biz oğlanlarımızı, Həsən Hüseyn gəldi. Nisa'ana, nisa'akum. Siz qadınlarınızı, biz qadınlarımızı, Həzrəti Zəhra gəldi. Ənfusana, nəfs öz sözündən. Ənfusana, ənfusakum. Siz özünüzü, biz özümüzü Əlini götürdü. Əli eynən Peyğəmbərin nəfsi idi. Ənfusana, ənfusakum deyir. Eynən Peyğəmbərin canı canımdan, qanı qanımdan, əti ətimdən deyir ha Peyğəmbər onun üçün. Bütün küllü bəşəri yavaş-yavaş Allah, Peyğəmbər hazırlaşdırır İmam Əliyə. Əlini təqdim eləməyə. Bir dənə diqqət eləyin, başınızı da ağrıdıram, amma toxunulmalı mətləblərdir bunlar hamısı. Qəliz-qəliz Allah düşmənləri olub ha, Allahlıq iddiasında olublar. Firon deyir, Ənər Rabbukumul A'la, mən sizin uca Rəbbinizəm. Nəmrud Allahlıq iddiasında olub, Firon Allahlıq iddiasında olub, Şəddad Allahlıq iddiasında olub. O qəliz-qəliz düşmənləri görürsünüz Allah neynə öldürüb. O boyda qəliz Nəmrudu bir dənə milçək ilə öldürdü. Girdi milçək qulağına öldürdü onu. Heç qoşuna ehtiyac olmazdı. Həzrəti İbrahimə deyir ki, sən də qoşunumu gətir, mən də yığım qoşunumu, görək kim kimə qalib gələcək. Həmən gecə bir dənə milçək, Allah dedi, bir dənə milçək kifayətdir də sənə də. Bir milçək gəldi, onu öldürdü. Dünyada lətif şeylərdən biri, incə şeylərdən biri sudur. Firon kimi qəliz varlığı su öldürdü, su bastı altına apardı, öldürdü. Şəddad kimi qəliz varlığı, ceyran kimi hürkə ki, bir dənə heyvan gəldi, qabağından keçdi, dedi, ada bu əntiqa heyvandır ki, bunu salaram ələ öz cənnətimə, düşdü ceyranın dalıcan, girdi meşəyə, gördü ceyrandan əsər lamət yoxdur. Həzrəti Mələkəl Maut, Əzrail dayanıb bunun canını almağa. Fironu ceyranla apardı. O boyda Allah evini, Kəbəni, Əbrəhə gəlir, Əbrəhə. Gəlir fillərlə, o boyda filləri xırda-xırda əbabil quşları ilə məhv elədi. Allah deyir ki, mən böyük-böyük düşmənlərimi xırda-xırda şeylərlə oradan apararam. Amma indi qorumağına bax, Allah Teala dostunu bir dənə hörümçəyin toru ilə qoruyur. Qəliz-qəliz varlığı xırda-xırda şeylərlə aparan, böyük-böyük, nəhəng-nəhəng dostlarını da xırda şeylərlə qoruyur, orada da bir hikmət var. 2 dəfə terror elədilər Peyğəmbərə. Biri o mağara məsələsi idi. Biri isə hicrət gecəsi idi. Allahdan mesaj gəldi Peyğəmbərə ki, səni öldürəcəklər, gecə ilə qaç. Gecə yerində öldürəcəklər səni.
Peyğəmbər canın qaçır, qutarır, cəmaata çatsın, başa düşsün. Cəmaat deyə deyir ki, ya Əli, gir mənim ölüm yatağımda yat ki. Necə sən canımı qutarırsan, məni ölüm ayağına baş üstə. Sənin uğrunda baş üstə. Niyə Əli yatdı? Ölüm ayağıda, elə o qədər orada lazımsız səhabələr var idi, birini yollayardı. Yox, təthir ayəsi var. Əhl-i-Beyt pakdır, pak adamın yerində pak adam yatar. Napak adam gəlib pak adamın yerində yata bilməz. Pak adam gedəndən sonra yerində pak adam oturmalıdır. Bütpərəst olan filan oturmaz. Bir terror bu. Əli əleyhissalam girdi mərdanə yatağa, gəldilər öldürməyə, durdu ayağa, çıxdı mərdanə olan qabağına. Peyğəmbərə demişdi, bütün dünya əli silahlı gələ, hamının qabağına çıxaram, hamında cavabını verərəm. Amma mağarada Əli yox idi Peyğəmbərin yanında. İndi bilmirəm kim var idi, bəlkə siz bilərsiniz. Amma Quranda deyir ki, o mağara yoldaşına, yanında olana. Allah deyir ki, mağara yoldaşı ilə qorxmasın. O da bu qorxur ki, deyir buna qorxmasın da. Qorxmayan adamı ya qorxma. Bu qorxur ki, deyir yanındakini ilə qorxmasın. O qorxurdu. Onun yerinə Əli olsaydı çıxardı bayrağı. Nə lazımdır orada eləyərdi. Bu çıxmadı bayrağı. Allah dedi ki, qorxma ilə. Otur orada, mən lazım olsa hörümcə ilə də onu qoruyaram. Sənə ehtiyac yoxdur. Bütün bu gedişat yenə bizlərə mesajdır. Ayılın da. Ayılın görün kim gəlir. Bu gün Xeybərin fəthi günüdür. Bir kəlmə onu da deyim, sonra şeir oxuyacağım. Xeybərin fəthi bir qəliz bir şeydir. Niyə? Ora Yahudilərin idi. Yahudilərin idi ora. 2 dəfə qabaqcadan ora bir həmlə olmuşdu. Birincidə birinci xəlifəmiz Əbu Bəkir getmişdi, alınmamışdı işi. Məğlub olub qayıtmışdı dala. İkinci dəfə Ömər ibn Xəttab getmişdi ora. Onda da iş alınmamışdı. O ikinci dəfə məğlubiyyətdən sonra dala qaydanda o futbol komandasında görmüşsünüz uduzanda bir-birini qıra-qıra gəlirlər oyunçular ki, sən düz pas ötürmədin, sən düz eləmədin, ona görə uduzduq. Hələ o formada bir-birlərindən tarix yazır bunu, tarix və bütün tarixlər. Bunlar bir-birini qıra-qıra gəlirdilər. İndi adamız deyərlər ki, hələ birincidən İmam Əlini yollayardında, o gündə, hələ bu günlərə düşürlər Rəcəb ayına, o gündə Peyğəmbər əleyhissalamın ayağında revmatizma xəstəliyi tutmuşdu. Əli əleyhissalamın da gözləri ağrıyırdı. Peyğəmbər ağzının suyu ilə Əli əleyhissalamın gözünə çəkdi. Əli əleyhissalamın gözü şəfa tapdı, dedi, get Xeybərin fəthinə. Getdi Xeybəri fəth elədi. Bildiyiniz şeydir, o qalanın qapısını çıxartdı. Lazım olan işləri gördü. Gəldilər, oturdular çörək yeməyə, quru çörəyə gücü çatmadı bölməyə. Dedilər, ya elə o boyda qapını çıxartırsan, quru çörəyə bölə bilmirsən. Dedi, o Allah yolunda Allah verdiyi qüdrətdən istifadə elədim. Bu sefer öz qarnımı yiyirəm, bu öz gücümdəndir. Bütün bu gedişatlar ki, onlar eləmədi, bu elədi. O tərəf eləmədi, bu elədi. O tərəf eləmədi, bu elədi. Lap axırda da Qədir-Xumda Peyğəmbər bunların hamısını dedi. Ondan sonra dedi ki, da bilirsiniz də kimdir də bu. Kimə Mövlam mənəm, bu da ona Mövladır. Hamı qəbul elədi. Ondan sonra bayaq ki, oxudu qardaşlar, rəhmətli Seyyid Əzim deyir ki, bu səri çeşmə əzəldən bulanıb, ey qafil. Və əvvəldən aləmi qatıblar bir-birinə. Bu səri çeşmə əzəldən bulanıb, ey qafil. Gör kimə tabi olubsuz, sizə Mövla kimidir. Sizə Mövlanı kim seçdi? Siz gedib kimə tabi oldunuz. Həzr Rövşən ağa, mənə dedi ki, bugün üçün bir yazı yaz yine. Çox fikirləşdim, çətindir də biraz da bütün bunlar, bu danışdıqlarımı hamısını necə yığım, yığışdırım. Yenə təvəssül elədim Allaha, Allah bir kömək elə. Bir şey yazdım, yazmağına yazdım. Seyyid Əzim kimi təşəbbürlü olmasın, Seyyid Əzim özü üçün deyirdi ki, mən də Peyğəmbər namürsəliyəm Şirvanun. İndi mən də yazdım özümə görə nəsə. Amma burada bir qəribə bir şey oldu, bayaq halallığını özündən aldım ki, onu da deyim.
Bizim əqidəmizdə təsadüf yoxdur, təsadüf zərurətdən doğur. Dünən zəngləşdik, şeir də hazırdır mən ona zəng gələyəndə. Dedi, sübh namazında durmuşam. Fikirləşirəm ki, mən İmam Əlini o da istəyirəm. Şair isə deyirəm ki, nəsə yazım. Ay Allah, mən nə deyim? Belə bir söz dedim ki, mən kimə ki aşıqam? Mən kiməm ki? Ona Allah aşıqdır. Belə bir söz dedi. Sən demə hələ mən də şeiri yazmışam, mən də həmən şeyi yazmışam. Yəni, hər kupletdə təkrarlanan o misra, belədir ki, təkrarlanan misranı deyirəm. Kim o cür mərtəbəyə layiqdir, ona Allahın özü aşıqdır. İndi sual verərsiniz ki, məgər Allah aşıq olar? Aşıqlıq insana aiddir. Necə Allah aşıqdır? Onun cavabı hələ nəqli olunan deyim, hədisi qudsuda Allah Taala deyir. Mən tələbəni vəcədəni, kim məni tələb eləsə məni tapar. Mən vəcədəni ərəfəni, kim məni tapsa məni tanıyar. Mən ərəfəni əhəbəni, kim məni tanısa məni sevər. Mən əhəbəni əşəqəni, kim məni sevsə mənə aşıq olar. Mən əşəqəni əşəqtuhu, kim mənə aşıq olar, mən ona aşıq olaram. Mən əşəqtuhu qataltuhu, kimə mən aşıq olaram, onu öldürərəm. Mən qataltuhu aleyyə diyətəhu, kimi mən öldürərəm, ona qanbahası lazımdır. Mən aleyyə diyətəhu fəənə diyətəhu, kimə ki həmən qanbahası lazımdır, mən özümü bağışlayaram, ona özümü verərəm ona. Deməli, Allah səndimə aşıq olurmuş və Əlinin aşıqıymış Allah. Gör, harada getirdi dünyaya, hansı imtihanlarla onu necür çıxartdı və yaxud dediyim kimi, qapıdan girmədi Fatimə bint Əsəd. Çünki şeirin əvvəli onu ilə başlayır. Mən xoşlamıram öz şeirimi təhlil eləməyə, da özünüz bilirsiniz də. Füzuli Zeydəzim olan yerdə mən kiməm ki şeirimi təhlil eləyim, olanın şeirini. Amma bunu təhlil eləməyə də burada özümüzük. Ona görə deyirəm ki, şeirin əvvəli iki misrayla bu cür başlayır ki, kim qoyub Kəbədə dünyaya qədəm? Adama deyərlər ki, bugün Kəbə kralın əlindədir. Saudiyyənin, o Saud nəslinin. Haç onu istəyir, açır qapını, girir içəri. Amma qapıdan girir. Çünki bilirsiniz niyə görə? Meclisin qapısı açıqdır. Kralın həyasına nə gəlib? Açır, girir içəri. Amma Əli əleyhissalam üçün qapı yox, divar açıldı. Ona görə, kim qoyub Kəbədə dünyaya qədəm? Kimə şouq ilə qucaq açdı hərəm? Hərəmin özü qucaq açıb ona. Onun anası Fatimə bint Əsəd gedib girməyib ora. Divar özü aralandı. Gözləyim əci? Gözləyirəm. Yəni, divarın aralanması və bugünə qədər həmən yerdə divarda çatın qalması hamına işarətdir ki, bütün külli bəşərə ki, bu qapıdan girməyib, divar aralanıb, yəni ev özü çağırıb onu. Bir dənə salavat deyim, başlayayım. Kim qoyub Kəbədə dünyaya qədəm? Kimə şouq ilə qucaq açdı hərəm? Kim rəsulə gətirib ilk iman? Kim rəsulə gətirib ilk iman? Kim ədalətdə olubdur mizan? Kim rükû vaxtı verib sailə pay? Kim səxavətdə olubdur ona tay? Kəbədə bütləri kim sındırdı? Bizə bu yolla Xuda qandırdı. Kim o cür mərtəbəyə layiqdir? Ona Allahın özü aşıqdır. Onu ki, Kəbə müşərrəf qıldı, tanıdıb dəhrə
müərrəf qıldı. Doğulub gəldisə Beytullaha, qədəmi döndü ibadətgaha. Doğulub gəldisə Beytullaha, qədəmi döndü ibadətgaha. Hər kəsin Kəbə olarsa beşiyi, çəkilər izzətinin də keşiyi. Kim ki mehrabda onu öldürdü, özü də anlamadan bildirdi. Kim o cür mərtəbəyə layiqdir, ona Allahın özü aşiqdir. Ayə-i təthirə bir eylə nəzər, gör Xudaya vermişdi dəyər. İbtihal ayəsinə diqqət elə, bir təvəccüh qıl, özün himmət elə. Söyləyib ənfusəna, ənfusəkum, kimə şamildi görən böylə höküm? Nəfsi Peyğəmbər o yerdə kim idi? Bu Xudadan bizə bir təlim idi. Kim o cür mərtəbəyə layiqdir, ona Allahın özü aşiqdir. Gecə Peyğəmbərə qəsd etməyə çün, plan hazırladılar firqeyi dun. Əmri hicrət ki rəsulət çatdı, yatağında o gecə kim yatdı? Rəsmidir pak olanın bəstərinə, pak olan kəs yatacaqdır yerinə. Təmizi natəmiz etməz ki əvəz, bu çıxır hadisələrdən ki qərəz. Kim o cür mərtəbəyə layiqdir, ona Allahın özü aşiqdir. Mağarada tək idi Peyğəmbər, mağarada tək idi Peyğəmbər, vardı ondan da səva bircə nəfər. Mağara yoldaşıva qorxma dedi, cəng meydanına sən çıxma dedi. Güya neynərsən əgər çıxsan sən, bir hörümçək qədəri yoxsan sən. Orada sən yox, əgər olsaydı Əli, olmaz idi tora hacət. Deməli, Əli o mərtəbəyə layiqdir, ona Allahın özü aşiqdir. Bir də oxuyuram. Mağarada tək idi Peyğəmbər, vardı ondan da səva bircə nəfər. Mağara yoldaşıva qorxma dedi, cəng meydanına sən çıxma dedi. Güya neynərsən əgər çıxsan sən, bir hörümçək qədəri yoxsan sən. Orada sən yox əgər olsaydı Əli, olmaz idi tora hacət. Deməli, Əli o mərtəbəyə layiqdir, ona Allahın özü aşiqdir. Xeybəri almağa kimlər getdi? Xeybəri almağa kimlər getdi? Oldu məğlub, ümidlər bitdi. Əlləri gəldi ətəklərdən uzun, yazılan tarixi asansa pozun. Kim gedib fəthələdi bəs qalanı, bir əli ilə çıxarıb darvazanı, tarixə şanlı zəfər üz qoydu. Haq sevən qəlbə belə iz qoydu, belə bir fəthə Əli layiqdir, ona Allahın özü aşiqdir. Sayılan bir bu qədər hadisələr, Əli kimdir demək üçün bəzələr. Sayılan bir bu qədər hadisələr, Əli kimdir demək üçün bəzələr. Qədr xunda bunları saydı Rəsul, o vəlidir, hamısı etdi qəbul. Haqq ədalət mi talandı sonra, o vəlinin evi yandı sonra. Haqqı gizlətdi ləyaqətsizlər, batili seçdi şərafətsizlər. Belə bir zülmə Əli layiqdir, axı Allahı ona aşiqdir. Haq günəşdir,
bulud örtüb üzünü. Haq günəşdir, bulud örtüb üzünü. Bəzi yerlərdəsə qoymuş izini. Haqqın öz sahibi bir gün gələcək. Əsli söz sahibi bir gün gələcək. Haqqı batildən ayırd eləyəcək. Bir və bir işləri xırd eləyəcək. Cümlə tuğyan eləyən kəslərdən, haqqa üsyan eləyən kəslərdən sorar əlbət. Qoy ola məlumun, haqqını bir-bir alar məzlumun. Onda haqqı ilə ola zər daim. Çünki bir gün gələcəkdir qaim. Deyəcəkdir kim ona sadiqdir, kim uca mərtəbəyə layiqdir, ona Allahın özü aşiqdir. Ona Allahın özü aşiqdir. Allah köməyiniz olsun. Allah razı olsun.